Salam dəyərli dostlar, bugünkü dərsimiz dəniz limanlarıdır. Qəbula düşə biləcək sual tiplərindən biridir. Biz bunu xəritə üzərində, ölkələr üzərində öyrənməyimiz vacib məsələlərdən biridir. Yəni şimal yarımkürəsində yerləşməsi və yaxud da ki, hər hansı ölkədə yerləşməsi, qərbdə, şərqdə və yaxud da coğrafi mövqeyi bizim üçün əsas şərtlərdən biridir. İndi isə gəlin dəniz limanlarını regionlar üzrə öyrənək, ölkələr üzrə dəniz limanlarını öyrənək. Deməli, birinci başlayacağıq burada Amerika qitəsindən, sonra digər ərazilərə də biz keçid edəcəyik. Birinci gəlin baxaq Amerika qitəsində şimal hissəsində, deməli, ABŞ-da Valdiz limanı yerləşir. Burada ABŞ ərazisində daha şimalda olan, belə deyək, Alyaska yarımadasında olan Valdiz limanı yerləşir. Burada Kanada ərazisində Vancouver limanı burada yerləşir. Seattle limanı ABŞ ərazisindədir. Deməli, fikir verin, ABŞ-da Valdiz şimalda. Sonra Kanada ərazisində Vancouver. Sonra ABŞ ərazisində yenə Seattle. Sonra ABŞ-ın cənub hissəsində, ondan cənubda yəni San Francisco. Sonra Los Angeles. Bunlar, məsələn, Sakit Okean sahillərində belə deyək, olan ABŞ-ın Valdiz, Seattle, San Francisco, Los Angeles dəniz limanlarıdır. Sonra şərqə, cənuba doğru gəldikdə biz buradan Meksika ərazisində Tampico hava limanını görürük. Burada fikir verin, Tampico. Sonra biz buradan bura nəzər saldıqda biz görərik burada Houston limanı burada yerləşir ABŞ ərazisində. Sonra Yeni Orlean limanı buradadır. Yəni bunlara diqqət edin, çünki qarışdırırlar bəzən testdə. Deməli, Houston, Yeni Orlean limanı. Sonra burada Florida yarımadasında Meksika körfəzi sahillərində Tampa limanı. Sonra şimal istiqamətə getdikdə şimal-şərq istiqamətə Philadelphia, bir də New York. Deməli, hansılar oldu? Deməli, ABŞ ərazisində şimalda, ən yuxarıda şimalda Valdiz limanı, Valdiz. Sonra Kanada ərazisində Vancouver. Sonra Seattle, San Francisco, Los Angeles. Sonra gəldik Atlantik Okean sahillərində Meksika ərazisində Tampico. Deməli, burada Houstonda burada qeyd edəcəyik. Houston, New Orleans, Tampa, Florida yarımadasında Philadelphia və New York. Sonra biz Cənubi Amerika baxsaq, Cənubi Amerikada Braziliyada 2 dənə liman var. Bunlardan biri Santos limanıdır. Burada isə Tubarão limanıdır. Deməli, hansılar oldu? Santos, bir də Tubarão limanları Braziliya ərazisində yerləşən limanlar hesab olunur. Bunlar da hansı okeana çıxışı var? Təbii ki, Atlantik okeana. Sonra biz Afrika ərazisindən baxsaq, Afrika ərazisində cənubda, Carda Richards Bay adlanan deməli liman var bu ərazidə. Sonra şimal hissəsinə baxsaq, İskəndəriyyə limanı var Misir ərazisində. Burada biz bunu görə bilirik. Sonra deməli, birinci Cənub-Qərbi Asiya regionuna baxaq. Deməli, Cənub-Qərbi Asiya regionunda deməli İran ərazisində Xark limanı, sonra Küveyt ərazisində Əl-Əhmədi limanı, sonra Birləşmiş Ərəb Əmirliklərində Ras Tanura limanı bu ərazidə deməli yerləşir. Sonra biz burada Avropaya axırda qayıdacağam. Avstraliyaya baxaq. Avstraliyada deməli olacaq Hind okean sahillərində Dampier, sonra Port Hedland. Fikir verin, Dampier, bir də Port Hedland limanı əsasən Atlantik okean, daha doğrusu Hind okean sahillərində yerləşən dəniz limanıdır. Avstraliyanın şərq hissəsində Sakit okean sahillərində isə Newcastle limanı burada yerləşir. Newcastle limanı. Deməli, Avstraliyanın şərqində Newcastle, qərbində isə Dampier, bir də Port Hedland yerləşir. Təbii ki, bizə dərslikdə olan əsas məlumatlar lazımdır, çünki qəbulda onlardan salırlar. Sonra Singapur Sakit okean sahillərində yerləşən ən böyük belə deyək limanlardan biridir. Sonra gəldik burada Şərqi Asiyaya. Burada Yaponiyada çoxlu limanlar var.
Biz bunu belə yadda saxlaya bilərik. Tokyo, Tiba, Kawasaki, Kitakyushu, sonra Kobe, Kure, Osaka, sonra Nagoya, bir də Yokohama əsasən Yaponiya limanları oldu. Deməli hansı oldu? Tokyo, Tiba, Kawasaki, Kitakyushu, Kobe, Kure, Yokohama, bir də ki Osaka, bir də Nagoya. Bax bunlar Yaponiyada olan əsas dəniz limanları hesab olunur. Deməli şimalda Ulsan, Koreyada ümumiyyətlə Ulsan və Pusan limanları da, Cənubi Koreyada Ulsan və Pusan limanları da bu ərazidə yerləşir. Ulsan, Pusan yadınızda saxlayın. Çin ərazisində Tianjin, sonra Sindanao, daha doğrusu Şanxay, Ningbo, Xiangan, Guangzhou, sonra Kaohsiung kimi belə deyək limanlar da var. Biraz adları qəribədir. Deməli hansılardır? Deməli Çində olan Tianjin, sonra Qingdao, sonra Şanxay, sonra Ningbo, sonra Xiangan, Guangzhou, bir də ki Kaohsiung. Bax bunlar Çində olan limanlardır. Pusan, Ulsan Koreyada, Cənubi Koreyada. Yaponiyada isə Tokyo, Tiba, Kawasaki, Kitakyushu, Kobe, Kure, sonra Nagoya, bir də Osaka limanları, Yokohama kimi ümumiyyətlə limanlar burada yerləşir. Sonra biz deməli Avropaya baxaq və axıra saxlamışdıq. Deməli biz buradan baxsaq deməli Türkiyə ərazisində İskəndərun limanı, sonra İtaliyada Liguriya dənizində Genuya, sonra Atlantik okean sahillərində Marsel, Fransa, Havr, yenə Fransalanmış boğazı, sonra burada London, Böyük Britaniyada, sonra burada Antwerpen, Belçikada, Rotterdam, Amsterdam, deməli Niderlandda. Sonra biz burada bunları qeyd edəcəyik. Bir də ki Almaniyada Hamburg limanı da burada qeyd etmək olar. Rusiya ərazisində də Qara dənizdə Novorossiysk limanıdır. Fin körfəzində deməli Sankt-Peterburq limanı, bir də Barents dənizində Murmansk limanı da burada yerləşən əsas limanlardan biridir. Deməli burada bir də Rusiya ərazisində bu hissədə Vladivostok limanı da yerləşir. Yəni bunu da qeyd etdim ki, əlavə olaraq bunu da bilək. Ümumilikdə yəni bunların bilməyimiz yaxşıdır ki, yəni imtahanda test tapşırıqları biləndə Cənub yarımkürəsində, Şərq yarımkürəsində və yaxud da hansı ölkədə yerləşdiyini biz asanlıqla, rahat şəkildə nə edə bilərik, təyin edə bilərik. Məsələn, indi ümumi bir sual cavab eləyək. Tutaq ki, İskəndəriyə limanı harda yerləşir? Xəritəyə baxmadan qeyd edin özünüzdə. Sonra məsələn Xarkov limanı harda idi? Xəritəyə qətiyyən baxmayın. İndi məsələn cavabı qeyd edin özünüzdə. Sonra deməli Newcastle limanı harda idi? Hansı ölkə ərazisində idi və yaxud da hansı materikdə idi? Belə də qeyd edə bilərsiniz. Sonra Hamburg limanı harda idi? Bunu məsələn cavablandırın. Valdiz limanı harda idi? Hansı ölkədə idi? Sonra Tubaran limanı harda idi? Bax bunları bu formada öz-özünüzə sual-cavab edərək və burada verilən sualları cavablandıraraq yenə də qeyd edə bilərsiniz. Qəbulda düşə biləcək test tapşırıqları, yəni bu xəritə üzərindən də test tapşırıqları düşə bilər. Bunlara daha yaxşı şəkildə hazırlaşın. Sağ olun, salamat qalın.